çıxışımın nəticəsi nədir? Birincisi, xroniki cinsi infeksiyaların 3 günə, 5 günə müalicəsinə inanmayın. Belə şeylər yoxdur. Və çalışın ki, dermatoveneroloqlarda cinsi infeksiyaları müalicə elətdirəsiniz. Göz həkimində, qulaq həkimində, uroloq, androloq cərrahlarda və ya ginekoloqlarda müalicə elətdirməyin. Bu, onların sahəsi deyil. Bu işin mütəxəssisi dermatoveneroloqdur. Əgər kişi dermatoveneroloqdan xanım da utanırsa, qadın dermatoveneroloqa müraciət edə bilər. Qadın dermatoveneroloqlar bu qadınlarda olan cinsi infeksiyanı, yəni da intim söhbətlər ola bilər. Onu istəyər ki, xanım istəyər ki, qadın dermatoveneroloqla danışsın. Yəni bu da var. Bu da mümkündür. Yəni bu işə ginekoloq baxmır. Ginekoloq sırf ginekoloji xəstəliyə baxır. Yəni qadın orqanlarının xəstəliklərinə baxır. Cinsi yolla keçən xəstəliklərə baxmırlar. Və bu bir. İkincisi, əlamət yoxdur deyənə mən xəstə deyiləm, belə şeydə fikirləşməyin. Bu ikinci bir səhvdir. Birinci səhv düzgün olmayan həkimə müraciət etmək. İkinci səhv, əlamət yoxdur demək mən xəstə deyiləm. Bu da səhvdir. Əlaqə olubsa cinsi əlaqə, təsadüfi cinsi əlaqə olubsa artıq burada yoluxma ola bilər. Mütləq yoxlanmaq lazımdır. Üçüncüsü, xəstəlik çıxır, müalicə alır, şəxs deyir, hə, 3 gün dərman içdim, 5 gün içdim, gördüm hər şey yaxşıdır, söz dayandırdım. Bu da tamamilə səhv fikirdir. Yəni, əlamətin itməsi heç də sağalmaq demək deyil. Sağalmağı həkim də deyə bilmir. Ancaq və ancaq müalicənin axırında xəstə analiz olunur, yoxlanılır. Hansı infeksiya varsa o yoxlanılır. Və əgər o təmizlənibsə, daha çıxmırsa, demək, xəstə sağalıbdır. Yəni, bu qaydaları unutmayın, bu şeyləri unutmayın. Bunlara əməl eləmədikcə, siz əziyyət çəkəcəksiniz, problemlər yaşayacaqsınız. Sonra mütləq partnyorunuzu, həyat yoldaşınızı müalicə elətdirin. Kimin həyat yoldaşı var, kimin partnyoru var. Yəni, özün müalicə olunur, həyat yoldaşı yadından çıxıb belə şeylər eləməyin. Çünki təkrar gedib oradan onu qazanacaqsınız, yoluxacaqsınız, əgər kontakt olacaqsa. Belə məsələlər var. Bunları xahiş edirəm, nəzərinizdə tutun. Nəyə görə bu barədə geniş danışıram? Çünki nə qədər danışsam da görürəm,